Salam, hər vaxtınız xeyir olsun. Aktual verilişi. Efirdədir Aktual verilişinin bugünkü qonağı müstəqil jurnalist Seymur Kazımovdur. Seymur bəy, xoş gəlmisiniz studiyamıza. Sağ olun. Seymur bəylə biz bugün Rusiya-Türkiyə qarşıdurması və Azərbaycan cəmiyyətinin buna mövqeyi barədə danışacağıq və yer gəlmişkən məlumatlardan yəqin ki xəbəriniz var. Türkiyə Rusiya hərbi təyyarəsini vurduqdan sonra münasibətlər xeyli gərginləşib və ötən gündə Rusiya Türkiyə tırlarına zərbə endirib. Diplomatik münasibətlərdə də vəziyyət gərgindir. Türkiyənin səfirliyinə hücumlar olub. Elə Seymur bəydən buna münasibət öyrənməyə çalışacağıq ki, Rusiya-Türkiyə münasibətlərinin bu həddə çatması və bundan sonraki aqibəti, yəni hara qədər gedə bilər? Buyurun Seymur bəy. Yəni Rusiya-Türkiyə münasibətləri Ukrayna hadisələri baş verəndən artıq gərginləşməyə başlamışdı. Söhbət iki tərəfli münasibətlərdən gedir. Doğrudur, onda hansısa bir iki ölkə arasında diplomatik münaqişə və bu dərəcədə Rusiya ilə olan, indiki situasiyada olan gərginlik yaşanmamışdı. Çünki o zaman iki ölkə arasında hansısa bir hərbi müdaxilədən söhbət getmirdi. Yalnız diplomatik dillə Türkiyə Ukraynanın Krımı ilhaq etməsini tənqid Türkiyə, üzr istəyirəm, Rusiyanın Krımı ilhaq etməsini tənqid etmişdi. Yəni və başqa bir dövlətin ərazisinə iddiaları qəbul etmədiyini açıq-aşkar bəyan etmişdi. Son insident isə bunu göstərdi ki, iki ölkə arasında münasibətlər, həmin o qalan gərginlik artıq pik həddinə çatıb. Çünki Türkiyənin hava sərhədlərinin Rusiya qırıcıları tərəfindən pozulması bu ilk hal deyildi. Əvvəl də bu məsələlər olmuşdu və Türkiyə iki dəfə Rusiya Federasiyasına xəbərdarlıq etmişdi. Yəni bu bizim bildiyimiz məsələ idi. Amma qırıcı təyyarə vurulan gün Türkiyə televiziyaları göstərdi ki, Türkiyə silahlı qüvvələri və Türkiyə hökuməti bir neçə dəfə bağlı qapılar arxasında Rusiyanın istər Türkiyədəki səfirliyinə, istər Rusiya hökumətinə, ümumiyyətlə Rusiyanın ən mötəbər şəxslərinə dəfələrlə xəbərdarlıq ediblər ki, yəni onların hava sərhədləri pozulmasın. Çünki Türkiyə 2012-ci ildən artıq öz qaydalarını dəyişib və bunu bütün dünyaya açıqlayıb ki, bizim hava sərhədlərimizi pozan ölkələr vurulacaq. Təbii ki, qaydalara uyğun olaraq ilk növbədə xəbərdarlıq olunur və biz də bunu gördük, səs yazma da var. 5 dəqiqə ərzində hər 30 saniyədən bir 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq qırıcı təyyarə, Ruslara məxsus Su-24 təyyarəsi hava sərhədini pozmaqda davam etdiyinə görə vuruldu. Bundan sonra nə olacaq? Təbii ki, müharibə olmayacaq iki ölkə arasında, bu aydın məsələdir. Amma diplomatik gərginlik, sizin də bayaq qeyd etdiyiniz kimi var amma bu hansı formada davam edəcək, bunu hələ ki proqnozlaşdırmaq çətindir. Rusiya və Türkiyə hər ikisi bir-birindən asılı dövlətlərdir. İqtisadi cəhətdən və yaxud elə siyasi cəhətdən də bir-birlərindən asılıdır. Türkiyə 60%-ə yaxın qazını Rusiyadan alır və iki ölkə arasında münasibətlər gərginləşəndə ekspertləri düşündürən məsələ bu oldu ki, bu qaz məsələsinin sonu necə olacaq? Rusiya qazı satmaqdan vaz keçəcəkmi, yoxsa başqa hansısa bir tələblər irəli sürəcək? Amma indiki məqamda mən hesab edirəm ki, mənim şəxsi fikrimdə Rusiya buna getməyəcək. Çünki Ukrayna məsələsindən sonra Rusiyanın iqtisadi dayaqları çox zəifləyib, ona qarşı güclü sanksiyalar tətbiq olunub və Türkiyə yeganə bazardır ki, Rusiya qazını alır və ondan istifadə eləyir. Və həm də bir məsələ var, Türkiyə pulsuz almır axı bu qazı, Rusiya götürsün onu kəssin. Türkiyənin də qazanc yeri var. Türkiyənin də qazanc yeri var. Əlbəttə ki, Türkiyə bu pul verir, o qazı alır. Ukrayna ilə məsələyə baxaq. Rusiya nə vaxt qazı kəsir? Pulu ödənmədikdə. Ukrayna onun pulunu ödəmədi. Baxmayaraq ki, qarşı-qarşıya duran ölkələrdir. Bəli, baxmayaraq ki, aralarında müharibə var, yəni real müharibə şəraitindədirlər. Bu iki ölkə pulunu ödəmədi və yeni anlaşmaya getmədi və Rusiya da qazı kəsdi. İndi Ukrayna donmur axı soyuqdan.
Hardan alır qazı? Avropadan alır. Yəni eyni aqibəti Türkiyə məsələsində də yaşaya bilər. Nəzərə alsaq ki, dolların qiyməti düşür. Bəli. Nəzərə alsaq ki, neftin qiyməti düşür, qazın qiyməti düşür. Yəni bütün bu hallar elə Rusiyanın əleyhinə işləyir. Türkiyənin qazanc yeri dedikdə mən Türkiyə turizmini nəzərdə tuturdum. Türkiyə turizminin də əsas gəlir mənbəyini demək olar ki, ruslar ödəyirlər. Bəli. Çünki onlar gəlib gedirlər. Çünki Misirdə Sinay yarımadası üzərində Rusiya təyyarəsi vurulduqdan sonra artıq hökumət səviyyəsində dedilər ki, orada dincəlməyə getməyin, Türkiyəyə gedin. Və indi artıq Misir də yoxdur, Türkiyə də yoxdur və harda gedib dincələcəklər? Yəni artıq sosial şəbəkələrdə belə bir gülməli zarafatlar başlayıb ki, Krımda və yaxud Soçidə getsinlər, Rus vətəndaşları dincəlsinlər. Yəni hesab eləmirəm ki, bu məsələ, bu özü Rusiya cəmiyyətində böyük sosial partlayışa səbəb ola bilər. Başa düşürsünüz? Yəni insanları necə demək olar ki, sən filan yerdə gedib dincəlməyinə. Yəni ən azından yəni Türkiyə heç bir formada itirmir burada. Türkiyəyə onsuz da gələn turist axının sayı çoxdur. Bütün dünyadan ora turistlər gəlir. Yazıları yəqin ki, oxuyursunuz. Beynəlxalq ekspertlər də yazırlar bu barədə, yerli ekspertlər də yazırlar bu barədə. Daha çox diqqət çəkən məqamlardan biri budur ki, Türkiyənin də qurban verildiyini yazanlar var. Ukrayna və Gürcüstan kimi. Siz necə düşünürsünüz? Mən belə düşünmürəm. Çünki Türkiyə ilk gündən Suriya siyasətini müəyyənləşdirib. Yəni bəzi ekspertlər bunu istər beynəlxalq, istər yerli səviyyədə bunun doğru və yaxud səhv olduğunu deyirlər. Və burada heç bir qurbandan söhbət gedə bilməz. Çünki Türkiyənin coğrafi baxımdan Suriya ilə qonşu dövlətdir və Suriyada baş verən proseslərin hər biri istər-istəməz Türkiyədə öz əksini tapır. Yəni bugün Suriya bir dövlət kimi artıq yoxdur. Dövlət kimi məhv olub Suriya. Suriya bir coğrafi ərazidə qalıbdır və təsəvvür edin ki, və bir də hakimiyyət var. Dəyişməz hakimiyyət. Dəyişməz hakimiyyət var və bu hakimiyyət artıq ölkəni, belə deyim də, Bəşər Əsəd hakimiyyəti vahid komandanlıq altında birləşdirə bilmir və bundan sonra da onun belə bir möcüzəsi mümkün deyil. Təsəvvür edin, Suriya səmasında 14 ölkənin qırıcı təyyarələri uçur. 14. Yəni artıq vəziyyət hansı formadadır və bu dövlət də Türkiyə ilə qonşudur və bütün Suriyada nə problem olursa vətəndaşlar Türkiyəyə qaçır. Yəni burada bəlkə də Suriya hadisələr başqa bir yerdə baş versəydi, Türkiyə heç bu qədər əziyyət çəkməzdi. Yəni buna görə mən düşünmürəm ki, burada qurban məsələsi var. Sadəcə belə bir fikirlər səslənir ki, sanki Türkiyə IŞİD-i maliyyələşdirir, IŞİD-i silahlandırır. Əslində belə deyil, çünki iyul ayında Türkiyə artıq məsələ qaldırmışdı ki, koalisiya dövlətləri hamısı bir mövqedə, bir nöqtədə cəmləşərək bu qrupa qarşı mübarizə aparsınlar. Yəni indi Rusiya siyasi dairələrində bu qırıcı təyyarə məsələsindən sonra Türkiyənin gündəmə gətirilən məsələ budur ki, Türkiyə terrorçuları maliyyələşdirir. Biz də o terrorçulara qarşı vuruşuruq. Amma əslində onların bombaladığı ərazidə hazırda türkmənlər yaşayır. Orada bir nəfər də olsun işçi yoxdur. Bu qarşıdurma yaranandan bəri Azərbaycan mediası da, elə sosial şəbəkələrdə də bu məsələ müzakirə olundu. Hamının diqqət mərkəzindədir. Çünki Türkiyədə, Rusiyada, Azərbaycana yaxın ölkələrdir. Azərbaycanın yarıdan çoxu Rusiyadan, belə deyək, orada çalışır, oradan ailələrini dolandırırlar və Türkiyədə qardaş ölkədir. Bu müzakirə də Türkiyəni dəstəkləyənlər çox olsa da, sizin də bildiyiniz kimi Azərbaycan ziyalılarının bəziləri Rusiyanı dəstəklədilər və Türkiyəni Rusiyadan üzr istəməyə səslədilər. Bu fikirlərə münasibətiniz necədir? Bilirsiniz, Türkiyə niyə üzr istəməlidir? Ki, əslində Rusiya üzr istəməlidir. Yəni birinci biz bundan başlasaq, çox da ki, onun orada təyyarəsi vurulubdur və pilotu öldürülübdür. Türkiyə beynəlxalq hüquq və qanunlar çərçivəsində hərəkət edibdir. Yəni Türkiyənin məqsədi Rusiya ilə düşmənçilik yaratmaq deyil, çünki bu ona lazım deyil. Türkiyənin hava sərhədini təyyarə pozub və Türkiyə də ona xəbərdarlıq edib və bu xəbərdarlığa məhəl qoymayıb və təyyarəni vurubdur. Yəni burada bizim bu bəzi ziyalımı deyək onlara, deməyəkmi, bir söz deyə bilmərəm, israrla tələb etmələri ki, hər halda nüfuzlu olan şəxslər və problem də bundan ibarətdir ki, yəni nüfuzlu olan şəxs bu cür düşünürsə, ümumiyyətlə, yəni təbii ki, aydın məsələdir ki, iki dövlət var və Azərbaycan heç biri ilə
qarşıdurmaya getmək istəməz. Sadəcə bu ziyalılar səsləyə bilərdilər ki, Azərbaycan vasitəçilik eləyə bilər iki ölkə arasında münasibətlərin normallaşması üçün. Yəni hər ikisi bizim üçün dost və qardaş ölkələrdir. Amma israrla tələb etmək ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Yəni burada bir qədər siyasi savadsızlıq problemi var və məlumatsızlıq problemi var. Başa düşürsünüz? Yəni Türkiyə üzr istəməli deyil. Təsəvvür edin, analoji hal ola bilərdi ki, Türkiyə qırıcı təyyarələri Rusiyanın hava sərhədini pozsunlar. O zaman nə olacaqdı? O zaman nə baş verəcəkdi? Başa düşürsünüz? Yəni bilirsiniz, Rusiyada bir şeyi dərk eləməlidir ki, onun qarşısındakı Türkiyədir. Yəni Gürcüstan, Ukrayna deyil. Aydın məsələdir ki, biz burada hansısa dövlətin güclərini yoxlamaq niyyəti güdmürük. Amma reallıq bundan ibarətdir ki, yəni Türkiyə bəlli oturuşmuş, hərbi sənayesi güclü olan, NATO ölkəsi olan və NATO-da hərbi sənayesinə görə ikinci ən böyük və ən güclü hərbi dövlətdir. Və Türkiyənin Bosfor boğazında sahib olması və Türkiyə donanmasının gücünün səviyyəsi, yəni Rusiya təbii ki, bunu bilir. Amma nə üçün belə bir hadisə törətdi? Bu aydın məsələdir. Ziyalılarımıza gəldikdə isə biz çox istərdik ki, onlar bir qədər məsələyə münasibət bildirməzdən öncə yaxşıca bir məlumatlansınlar. Çünki bizim ziyalılar və bizim bəzi, belə deyim də, hakimiyyətdə təmsil olunan və yaxud da bəzi millət vəkillərimiz Kremlin daha çox, belə deyim də, xəbərlərini oxumaqla məşğuldurlar. Yəni, Türk dili də kənar dil deyil, arada bir Türkiyə mənbələrinə də baxsınlar. Yəni, Türkiyə dövləti, Türkiyə silahlı qüvvələri hadisə baş verən gündən ta bu günə kimi bütün məlumatları açıq yayır. Pilotların hətta 10 dəfə xəbərdarlıq edən pilotun təsəvvür etsə, birinci xəbərdarlıqla 10-cu xəbərdarlıq arada səsindəki həyəcanına kimi yayıbdır ki, birinci çox sakit danışır, artıq 9-10-cu dəfə çox gərgin formada xəbərdarlıq edir. Buna kimi hər bir şey yayılıbdır. Yəni, hər bir şey öz təsdiqini tapandan sonra bizim ziyalılarımızın, belə deyək də, bu hadisəyə, bu cür naşı münasibət bildirməsi haqlı olaraq təpkilərə məruz qalır. Rusiyanı müdafiə edən Azərbaycan ziyalıları öz fikirlərini belə əsaslandırırlar ki, son vaxtlar Rusiya-Türkiyə yaxınlaşması gündəmdə idi və bundan narahat olan bəzi Rusiya-Türkiyə böyük ittifaqından, birliyindən narahat olan qüvvələrin təxribatına Türkiyə getməməli idi. Təxminən belə. Ya burada nə təxribat ola bilər ki, Rusiya təyyarəsi özü hava sərhədini pozub. Kimsə ona demir. Məsələn, mən inanmıram ki, Amerika Rusiyaya göstəriş versin ki, sən Türkiyə hava sərhədini poz, onlar səni vursun və münasibətlər gərginləşsin. Başa düşürsünüz? Yəni bu çox belə məntiqsiz bir mövqedir. Yəni təxribat o vaxt olardı ki, Türkiyə ilk dəfədən, birinci dəfədən artıq bir neçə ay öncə bu məsələyə belə deyim, sərt mövqe göstərər. Bir neçə dəfə xəbərdarlıq edib. Həm bağlı qapılar arxasında xəbərdarlıq edibdir. Yəni G20 zirvəsində Ərdoğanla Putinin görüşü olubdur. Yəqin ki, orada da bu məsələ müzakirə olunubdur. Yəni Türkiyə bütün formalarda, ən yüksək səviyyələrdə, yəni bu vəziyyətin bu dərəcəyə gəlib çıxmaması üçün bütün imkanları nə lazımdırsa, bütün imkanları istifadə edibdir. Əgər qarşısındakı bunu anlamayıbsa, başa düşməyibsə və yenə öz bildiyi formada bu məsələni gündəmə gətiribsə, təbii ki, bunun da cavabı verilməlidir. Amma nəzərə alın, bir məsələ var. İlk dəfədən vurmayıbdır. Yenə xəbərdarlıq edir. 10 dəfə, 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq eləmək, yəni bu artıq təsdiqini tapıbdır ki, bu xəbərdarlıqlar olunubdur. Yəni bunun hər bir bütün rəsmi, qeyri-rəsmi bütün sənədlərlə, bu faktlarla ortadadır. Yenə xəbərdarlıq eləyibdir. Həm də Türkiyə o təyyarəni vuranda onun Rusiyaya məxsus olduğunu da bilmirdi. Yəni bu açıqlamada var. Türk Silahlı Qüvvələrinin hadisə günü rəsmi açıqlaması var. Orada at keçmir. Rusiya hərbi təyyarəsi. Orada keçir ki, hava sərhədlərimizi pozan təyyarə. Rusiya özü artıq məsələyə açıqlama gətirəndən sonra məlum olub ki, bu Rusiya hərbi təyyarəsidir. Onun yerində mən bayaq qeyd elədim, 14 ölkənin qırıcı təyyarəsi uçur Suriya üzərində. Onun yerinə başqa Amerikanın öz qırıcı təyyarəsi ola bilərdi ABŞ-ın və yaxud da başqa dövlətin. Yəni belə bir təxribatdan söhbət gedə bilməz. Türkiyə qanun çərçivəsində, yəni nə lazım idisə, belə deyək,
onu da etdi. Amma belə də başqa cür də düşünmək olar Seymur bəy. Bəlkə həmin ziyalılar Türkiyənin düşəcəyi vəziyyətdən ehtiyatlanaraq, onun qayğısına qalaraq, təəssübkeşliyini çəkərək bu addımı atmamağa, yəni atdıqdan sonra da heç olmasa münasibətləri qorumaq üçün, sakitlik yaratmaq üçün üzr istəməyə səsləyirlər. Xeyr, mümkün deyil. Yəni Türkiyə böyük dövlətdir, Türkiyə qüdrətli ölkədir və Türkiyə dövlətinin haqlı olaraq gedib kimdənsə üzr istəməyi, yəni bilirsiniz, bu artıq həm ən azından həmin ölkə vətəndaşlarında belə bir xəyal qırıqlığı belə deyək də yarada bilər. Çünki burada üzr istəmə, Rusiya üzr istəməlidir əslində. Və Rusiya bir daha söz verməlidir ki, analoji hal təkrarlanmayacaq. Çünki ölən Rusiya vətəndaşlarıdır. Yəni Rusiya, yəni əgər yenə deyirəm, bizim ziyalılarımız iki ölkə arasındakı münasibətlərin gərginləşməsini istəmirlərsə, Türkiyənin hansısa formada qayğısına qalırlarsa, o cüm ondan sonra Rusiyaya səslənsinlər ki, ey hörmətli Putin müəllim və yaxud Rusiya hökuməti, bir də belə hərəkət eləməyin. Türkmən elini bombalamayın. Bəli, buyursunlar, münasibət bildirsinlər. 8 gündür, bugün artıq 8-ci gündür ki, Bayırbucaq türkmənlərinin yaşadığı regionlar bombalanır. Hanı bizim o ziyalılar, niyə bir Rusiya dövlətinə bir çağırış eləmədilər? Və türkçülük, millətçilik, buyursunlar, bir münasibət bildirsinlər. Həmin o Rusiyaya desinlər ki, Rusiya bir də belə səhvlər eləmə. Çünki sənin qarşındakı Türkiyə dövlətidir. Bəlli oturuşmuş dövlətçilik və hərbi ənənələri olan dövlətdir. İstər Osmanlı dövründən bu yana, istərsə də ki, Cumhuriyyət qurulandan bu yana. Yəni, buyursunlar, bu formada qayğısına qalsınlar Türkiyənin. Yəni, və yaxud da iki ölkə arasında münasibətlərin, belə deyim də sizə, gərginləşməsinin qarşısının almaq üçün digər addımlar atsınlar. Yəni, vasitəçilik təklif eləsinlər, ən azından iki ölkənin ziyalıları ilə görüşlər keçirtsinlər. Yəni, çünki ziyalılar da öz mesajlarına, prezidentlərinə, yəni, belə bir, nəsə bir formada öz ranklarına uyğun deyək də, yəni öz səviyyələrinə uyğun, öz vəzifə səviyyələrinə uyğun. Yoxsa dursun Türkiyə Rusiyadan mütləq üzr istəməlidir, əksinə daha da pis ola bilər. Xeyr, heç bir şey olan deyil. Yəni, Rusiya birazını cığallıq eləyir, əlindən oyuncağı alınmış uşaq kimi, yəni etiraf eləmək istəmir heç nəyi, yəni hələ də israr edir ki, hava sərhədini pozmayıb onların təyyarəsi, amma pozubdur. Və bizim də ziyalıların da faktlarla təsdiq olunur. Hər bir şey ortada var və hər gündə yeni bir fakt ortaya çıxır. Yəni ona görə mən bizim ziyalılarımızı səsləyirəm ki, onlar Türkiyənin qayğısına qalırlar, yaxşı edirlər və Rusiyaya səslənsinlər ki, Rusiya Federasiyası növbəti dəfə belə hərəkəti təkrarlamayın. Bu əslində bəzi Azərbaycan ziyalılarının öz mövqeləri idi, qoymuşlar ortalığa və sosial şəbəkələrdə də bu xeyli qınağa səbəb olmuşdu. Azərbaycan hakimiyyəti isə hələ ki heç bir rəsmi mövqe bildirməyib bu Rusiya və Türkiyə arasında olan qarşıdurmaya. Sadəcə Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bir tweet atıb, öz Twitter səhifəsində bildirib ki, biz gərginləşməsinin sakitliyə dönüşməsi üçün, təxminən belədir, yəni xatirimdə qalan deyirəm, sakitliyə dönüşməsi üçün əlimizdən gələn töhfəni verməyə hazırıq. Bu mövqeyi necə? Bəs edər kimi hesab edirsiniz? Xeyr, bəs etməz. Çünki Türkiyədə, Rusiyada maraqlıdır ki, Azərbaycan dövləti konkret mövqe ortaya qoysun. Amma digər tərəfdən də bir şeydə nəzərə alaq ki, Azərbaycan hər iki dövlətlə münasibətləri var. Hər iki dövlətlə strateji tərəfdaşdır müəyyən məsələlərdə. Rusiya Azərbaycanın bir nömrəli problemini həlli ilə məşğul olan bir qrup. Bax, elə məsələ də budur. Bax, əslində Azərbaycan kimin tərəfində durmalıdır? Bunun özü çox böyük sualdır. Çünki sizin dediyiniz kimi ən böyük məsələsi, Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir. Bunu ekspertlər də deyir, bütün demək olar ki, dünyada deyir, hətta özləri də rəhmətlik dövlət başçısı Heydər Əliyev. Bəli, bunu etiraf edirdilər. Və bir tərəfdən də neçə illər özünə dəstək bildiyi qardaş Türkiyə. Yəni hansının tərəfində tutsun ki? Yəni tutsa hər iki tərəfdən itirə bilər Azərbaycan. Onda hansı addım atmalıdır? Bilirsiniz, burada məsələ o deyil, Azərbaycan mütləq Rusiyanın və yaxud Türkiyənin yanında olsun. Sadəcə olaraq Azərbaycanın bir vizyonu olmalıdır bu məsələdə. Məsələn, bu böhran vəziyyətlərində Azərbaycan necə davranmalıdır?
Azərbaycan dövləti, hökuməti özünü necə aparmalıdır? Təbii ki, bu ortada yoxdur. Və Azərbaycan nə təklif edə bilər? Məsəl üçün, Novruz Məmmədov tweet atıb, yazıb ki, biz gərginləşməsini istəmirik. Çox gözəl. Siz nə təklif edirsiniz? Töhbə verə bilərik. Hansı töhbələrdən ibarət olduğu başa düşürsünüz? Yəni bu töhbənin konkret olaraq subyekti açılmalıdır da bu məsələdir. Və yaxud da iki prezidentləri Azərbaycana çağırmaq, bir onlarla bir görüşün təşkil eləməkdir. Hansı formada, yəni biz bunu deyə bilmərik. Çünki Azərbaycan bu dəqiqə elə bir vəziyyətdədir ki, onun qərbidə artıq strateji tərəfdaşı yoxdur. Çünki dəfələrlə bu qərb ölkələrinə qarşı sərt ritorika, qərb qeyri-hökumət təşkilatlarının, qərb institutlarının Azərbaycandan hansısa formada çıxarılması, yəni hakimiyyətə yaxın şəxslərin, medianın qərbin ünvanını səsləndirdiyi xoşagəlməz ifadələr, yəni bütün bunlar hamısı körtəbii formada aparılıbdır. Və indiki durumda hökumət nə etməlidir? Onların artıq belə bir siyasi strategiyası yoxdur. Amma bir xatırlatma da yerinə düşər ki, Antalyada C20 samitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev orada ilk növbədə Amerika Birləşmiş Ştatlarına təşəkkürünü bildirdi, onlarla tərəfdaş olduqları üçün və ikinci növbədə Böyük Britaniyaya təşəkkürünü bildirdi, onlarla tərəfdaş olduqları üçün. Yəni, medianın yazmağına baxmayaraq belə görünür ki, Azərbaycan hakimiyyəti heç də onlarla strateji əməkdaşlığını pozmaq istəmir. Prezident və hakimiyyətin yuxarı eşalonları çox vaxt özləri o mesajları vermirlər. O mesajları digərləri verirlər. Və 2014-cü ildə hətta parlamentdə təmsil olunan deputatlardan biri məsələ qaldırmışdı ki, biz istəyirik ki, Rusiya ordusu gəlsin, Azərbaycanda yerləşsin. Bilirsiniz, bu tip mesajlar, bu tip fikirlər elə-belə səslənmir. Bəli, dövlətin başçısı, dövlət başçısıdır, o və ölkəni idarə edən şəxsdir və təbii ki, o maraqlıdır ki, hamı ilə çox gözəl münasibətlər olsun, əsasən də Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi və digər böyük dövlətlərlə. Amma digərləri artıq bu səviyyədə öz mövqelərini açıq nümayiş etdirirlər. Və yaxud da bizim o gözəl ziyalılarımızın demək ki, Rusiyadan Türkiyə üzr istəməlidir. Başa düşürsünüz, yəni belə necə deyim sizə, bu bir qədər başqa cür məsələdir. Həmin o ziyalıların biz bir dəfə də olsun Qarabağla bağlı, Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın tutduğu mövqeyi tənqidini eşitməmişik. Və yaxud da onlar hardasa bunu deyiblər, amma çox qapalı bir yerdə, amma bu cür ictimai formada deməyiblər. Yəni, siz fikir verin, Qarabağ münaqişəsinin həlli ilə bağlı ən çox tənqid olunan qərb ölkələrdir. Qərb dövlətidir, ABŞ-dır, Fransadır. Amma Rusiya tənqid olunmur. Niyə? Rusiyanın adını niyə çəkmirlər bunlar? Rusiya Ermənistanla strateji tərəfdaşdır. Rusiya ilə Ermənistanla kollektiv təhlükəsizliyə dair müqaviləni imzalayıb. 2044-cü ilə qədər bu müqavilə qüvvədədir. Bu nə deməkdir? İstənilən bir dövlət Ermənistana hücum edərsə, Rusiya ona hərbi dəstəyini verəcək. İstənilən dövlət də kimdir? Azərbaycan. Kim Ermənistandan başqa hücum edə bilər ki? Qonşularından bircə problemi Azərbaycanla da bu dövlətin. Silahlar satır ona. İndi də Türkiyənin acığına uydurma erməni soyqırımı məsələsini Dumanın müzakirəsinə çıxarmaq istəyir. Və bir misal da mən çəkmək istəyirəm. Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Dağlıq Qarabağ ərazisindən Ermənistan ordusu geri çəkilməlidir. Bu qətnaməsi müzakirə olunarkən Rusiya tərəfi Ermənistanı müdafiə etdi. Elə son gəlişmələrdən də biri budur. Açıq mövqeyini ortalığa qoydu. Açıq mövqeyini ortalığa qoydu. Niyə bir fikir səsləndirir? Baxmayaraq ki, Rusiya-Ukrayna məsələsi müzakirə olunarkən Azərbaycan orada yenə də balanslı siyasət yürüdərək heç kimin tərəfini tutmamağı. Biz təsəvvür edin, həmin Avropa Parlamenti deyirsiniz də. Avropa Parlamenti Azərbaycanı tənqid edir. Söz, fikir, demokratiya azadlığı ilə bağlı və o an nə baş verir? O an Azərbaycan tənqidlər ünvanlanır. Avropa İttifaqına, Avropa institutlarına, bütün nə beynəlxalq qərb institutları var, hamısını Azərbaycan hakimiyyəti və millət vəkilləri belə deyək də söyürlər.
qeyri-obyektivlikdə, erməni dərmanına su tökməkdə, erməni lobbisinin, nə bilim, sifarişini yerinə yetirməkdə. Amma Qarabağla bağlı eyni millət vəkilləridir, orada oturanlar, eyni parlamentdir, yəni heç eyni binanın içində Qarabağla bağlı bir real mövqe ortaya qoyanda artıq onları tərifləyirlər və artıq yəni məntiq başa düşürürsünüz. Mən bir qədər məntiqi burada tapa bilmirəm ki, həmin parlamentarində həm ölkədəki vəziyyəti tənqid edilir, həm də Qarabağı Azərbaycanın ərazisinin olduğunu təsdiqləyir. Yəni hansı məsələdə, yəni biz burada yoxdur bu strategiya, vizyon, bilirsiniz, nəzərə çatmır. Ona görə də bizi nəyisə analiz eləmək, nəyisə proqnozlaşdırmaq bir qədər çətindir. Yenə deyirəm, həmin ziyalıların məsələsinə qayıtdıqda isə Rusiya dövlətinin tutduğu mövqe hələ onlar tərəfindən ciddi formada, mən ciddi formadan danışıram, tənqid olunmuyubdur. İndi buyursunlar, Rusiyanı tənqid eləsinlər, həmin o uydurma erməni soyqırımı məsələsini Dumanın müzakirəsinə çıxardır. Buyursunlar. Yəni nə qədər səmimidirlərsə, mövqələrini ortalığa qoysunlar. Və son istəyirdim ki, Türkiyənin Qərblə münasibətlərinə dair də danışaq elə bu mövzunun daxilində. Türkiyənin vəziyyəti həm də ona görə çətindir ki, həyəcan təbili ona görə bəzi ekspertlər çalır ki, Türkiyənin son vaxtlar Qərblə münasibətləri də yaxşı deyildi. Və indi də Rusiya ilə də münasibətləri bir qədər gərginləşməyə doğru getdi. Təbii ki, soyacaq və bu uzun müddət istiləşmə bir xeyli müddət vaxt aparacaq. İndi necə olacaq? Türkiyə təklənmiş kimi görünmür ki, ümumiyyətlə dünyada? Xeyr, Türkiyə təklənmiş kimi görünmür. Türkiyə tək deyil. Konkret olaraq elə son məsələdə də Amerika Birləşmiş Ştatları və NATO öz mövqeyini ortalığa qoydu. Vəssalam. Yəni konkret olaraq göstərilir və bir məsələni unutmayaq. Növbəti dəfə tutaq ki, lap hadisələr lap belə gərginləşdi. Lap vəziyyət nəzarətdən çıxdı və müharibə başladı. NATO üzvü olan Türkiyənin hüququ var ki, həmin o Şimali Atlantik blokun nizamnaməsinin 5-ci maddəsinə istinad eləsin və bu nə deməkdir? Bütün NATO ölkələri həmin ölkəyə yardıma gəlirlər. Yəni, xeyr, Türkiyə tək, düzdür, müəyyən orada siyasi ritorikada problemlər var. Ərdoğanın əsasən Qərb son zaman bu Suriya krizisi ilə, böhranı ilə bağlı Qərb liderlərinin olan mesajları, və eyni zamanda Avropa Birliyi məsələsi də var. Avropa Birliyi onun Türkiyəni qəbul etmirlər. Yəni bu gah deyir biz ora ümumiyyətlə girmək istəmirik, gah deyir bizim prioritetimizdir. Hətta Türkiyədə Avropa Birliyi nazirliyi də var. Yəni müəyyən bir, amma bu atışmalar belə deyim də səviyyəsindədir. Amma ciddi məsələyə gəldikdə Qərb Türkiyənin yaxın şərqdə və müsəlman dünyasında böyük söz sahibi olduğunu çox gözəl bilir. Və onu da çox gözəl bilir ki, yaxın şərq problemi və Suriya konkret olaraq məsələsi Türkiyənin iştirakı olmadan həllini tapa bilməz. Ona görə Türkiyə ilə elə məsələ də bu deyilmi? Onun iştirakını, onun burada liderliyini, hegemonluğunu bilir. Bəlkə elə ona görə məhv etməyə çalışırlar. Yəni onu məhv etsə özləri də bir məsələni həll eləyə bilməyəcək. Təsəvvür edin, Türkiyədə 3 milyon Suriyalı qaçqın var və 8 milyard dollar Türkiyə öz büdcəsindən vəsait xərcləyibdir. İndi həmin o qaçqınların bir qismi Avropa ölkələrini üst tutur. Görün orada vəziyyət nə yerdədir. Yəni əksinə bunlar istəyirlər Türkiyə bu məsələdə qalsın. Yəni Fransa dövlət başçısı, Almaniya kansleri özləri etiraf ediblər ki, Türkiyənin iştirakı olmadan, hətta onlar təklif ediblər ki, gəlin biz Türkiyəyə dəstək olaq. Biz Türkiyəyə kömək eləyək ki, bu məsələdə Türkiyə, bəli, Türkiyə hardasa bir xeyli məsələdə, necə deyim sizə, Avropanın görməli olduğu işləri görür. Yəni Avropaya sərf eləməz Türkiyəni bu regiondan vurub çıxartmaq. Yəni bu heç cür mümkün deyil, yəni. Təşəkkür edirəm gəldiyiniz üçün Seymur bəy. Çox sağ olun. Xatırladım ki, qonağımız müstəqil jurnalist Seymur Kazımov idi. Biz Seymur bəylə Türkiyə-Rusiya qarşıdurması və Azərbaycan cəmiyyətinin buna mövqeyi haqqında danışırdıq. Görüşənədək.